Salam değerli izleyiciler, aziz tələbələr, şagirdlər, bütün riyaziyyat severler. Bugün sizinle yeniden görüşürüz. Riyaziyyat severler rubrikasında növbəti məsələləri, tənlikləri həll edəcəyik. Məsələ 1. Tənliyi həll edin. 27'nin üstü x üstə gəl. 8'in üstü x bərabərdir 125'in üstü x. Göründüyü kimi bizə üstülü tənlik verilir. 27'nin üstü x üstə gəl. 8'in üstü x bərabərdir 125'in üstü x. Və bu tənliyin, baxıram 27 3'ün kubudur, 8 2'nin kubudur, 125 5'in kubudur. Onda bunu yazıram ekvivalentdir. 3'ün üstü 3x, 8 yazıram 2'nin üstü 3, onda olur 2'nin üstü 3x bərabərdir. 125'i yazıram 5'in üstü 3, olur 5'in üstü 3x. Və burada hər iki tərəfi 5 üstü 3x'e bölək. Deməli 5 üstü 3x'e bölək. Onda nə alırıq belə? Qalır burada 3'ün üstü 3x bölək, 5'in üstü 3x, üstə gəl 2'nin üstü 3x bölək 5'in üstü 3x, bərabərdir 5'in üstü 3x bölünsün 5'in üstü 3x. Və burada yaza bilərik, bu nisbəti dərəcə üstlər eyni olduğundan, bunu yazıram 5'te 3'ün üstü 3x, üstə gəl, bunda yazıram 5'te 2'nin üstü 3x, 5'te 3'ün üstü x'i 5'te 3'ün üstü 3x'e böləndə vahidə bərabərdir. Və burada vahid 5'te 3 üstə gəl 5'te 2'ye bərabərdir. Bunu yazıram bu şəkildə. Sol tərəfi eyni ilə saxlayıram. 5'te 3'ün üstü 3x, üstə gəl 5'te 2'nin üstü 3x bərabərdir 5'te 3 vahidin yerine yazıram. Üstə gəl 5'te 2. Və burada 5'te 3'ün üstü 3x, burada 5'te 3. 5'te 2'nin üstü 3x, burada ise 5'te 2. Eyni əsaslar buradakı ədədlərə bərabərdir. Onda simmetrikliyə görə buradan alıram ki 3x bərabərdir 5'te 3'ün üstü, bunu 1 kimi qeyd eləsək, 5'te 3'ün üstü 1, üstə gəl 5'te 2'nin üstü 1 kimi qeyd etsək, onda 3x vahidə bərabər olacaq və hər ikisində eyni olur. Buradan da alırıq ki, x bərabərdir 3'te 1'ə. Burada 5'te 2'nin üstündə də yazanda yenə 3x 1'ə bərabər olur. Deməli, tənliyin yeganə cavabı x bərabərdir 3'te 1. Məsələ 2. Tənliyi həll edin. n-1 superfaktorial bölünsün n-2 superfaktorial bərabərdir 720. Mən burada əvvəlcə sizə superfaktorial anlayışını şərh edeyim, sonra deyim. 1'dən n-ə qədər bütün natural ədədlərin faktorialları hasilinə n natural ədədinin superfaktorialı deyilir və veya belə işarə olunur. Bu da bərabərdir 1 faktorial, vuraq 2 faktorial, vuraq 3 faktorial, vuraq və s. n faktorial. Deməli, 1'dən n-ə qədər bütün natural ədədlərin faktorialları hasilə superfaktorial deyilir. İndi burada biz biləndən sonra superfaktorial anlayışını tənliyə tətbiq eləyə bilərik. Və onu deyim ki, surətdə tənliyi yazıram n-1 superfaktorial bölünsün n-2 superfaktorial bərabərdir 720. Və n-1 n-2'dən böyükdür. n-1 superfaktorial xırdalasa olacaq belə, buradan alınır ki n-2 superfaktorial yazaram. Vurulsun n-1 faktorial. Yerine yazdım bunu. Bölək n-2 superfaktorial bərabərdir 720'ye. Və buradan alırıq ki ixtisarlarımızı eləsək n-2 superfaktorial, n-2 superfaktorial ixtisar oldu. n-1 faktorial
bərabərdir 720'ye. Buradan alıram n çıxaq 1 faktorial adi faktorialdır. Faktorialdır. 720 isə 720 6 faktorial deməkdir. Yəni 720 6 faktoriala bərabərdir. Və buradan da alırıq ki, n çıxaq 1 faktorial 6 faktorialsa da onda n çıxaq 1 elə 6'ya bərabərdir. Buradan aldıq n çıxaq 1 bərabərdir 6 və cavab n bərabərdir 7 aldı. Beləliklə verilən superfaktoriallı tənliyin həlli n bərabərdir 7 olur. Məsələ 3. Kök altında 24 çıxaq x kvadrat çıxaq x və kökün altında 4 çıxaq x kvadratı çıxaq x ifadələrinin fərqi 4 olarsa, onların cəmini tapın. Deməli, məsələdə verilir ki, kök altında 24 çıxaq x kvadratı çıxaq x çıxaq kök altında 4 çıxaq x kvadrat çıxaq x ifadələrin fərqi 4'ə bərabərdir. Buna bir düstur kimi deyək, bax bu fərq belədir. Bizdən tələb olunur bunların cəmini tapmaq. Yazıram kök altında 24 çıxaq x kvadrat çıxaq x üstə gəl kök altında 4 çıxaq x kvadrat çıxaq x bərabərdir 1 a ədədi deyək. Bilmirik, biz bunu axtarırıq. Buna da 2 ifadəsi deyək. Və 1-2 bərabərlik yazdıq. Bu 1-2 bərabərliklərini tərəf-tərəfə vuraq. 1 və 2'ni tərəf-tərəfə vursaq, alıram kök altında 24 çıxaq x kvadrat çıxaq x çıxaq kök altında 4 çıxaq x kvadrat çıxaq x vurulsun kök altında 24 çıxaq x kvadrat çıxaq x üstə gəl kök altında 4 çıxaq x kvadrat çıxaq x bərabərdir, sağ tərəflər verir 4 vuraq a. Və burada elə bilin ki, bu müxtəsər vurma düsturu a çıxaq b, a üstə gəl b'dir. Onda yazıram 4a bərabərdir. Verəcək bunun kvadratı kök altında 24, birincinin kvadratı çıxılsın ikincinin kvadratı. Kök altında 4 çıxaq x'in kvadratı çıxaq x'in kvadratı. Və buradan aldıq ki 4a bərabər oldu. 24 çıxaq x kvadrat çıxaq x çıxaq 4 mənfi üstə gəl x kvadratı üstə gəl x. Və oxşar hədləri islah edirik. Qaldı burada çıxdı ki 4a bərabər oldu. 4a sol tərəfdə, burada qaldı 24 çıxaq 4 20 elədi. Onda buradan da alıram ki a bərabərdir 20 bölək 4, bu da bərabərdir 5. Beləliklə bu iki irrasional ədədin cəmi 5'ə bərabərdir. Məsələ 4. Tənliyi həll edin. X'in üstü x bərabərdir 3'ün üstü x üstə gəl 54. Tənliyi olduğu kimi yazaq. X'in üstü x bərabərdir 3'ün üstü x üstə gəl 54. Və bu ekvivalent yazmaq olar. Sağ tərəfi 2 qüvvətin hasili kimi yazıram bu şəkildə. X'in üstü x bərabərdir 3'ün üstü x vuraq 3'ün üstü 54. Əsaslar eyni olduğundan yenə bu ifadəni verir. Və buradan alırıq. Hər iki tərəfi 3'ün üstü x'ə bölək. Deməli yazıram burada 3'ün üstü x'ə bölək hər iki tərəfi. 3'ün üstü x'ə böləndə alıram x'in üstü x bölünsün 3'ün üstü x bərabərdir 3'ün üstü x vuraq 54, 3'ün üstü 54 bölünsün 3'ün üstü x. Buradan da alırıq x'in üstü x, bunu yazmaq olar sol tərəfi. X bölək 3'ün üstü x. X bölək 3'ün üstü x. Qüvvət ikisindədir x'dir. Burada isə 3'ün üstü x'lər ixtisar oldu. Qaldı bərabərdir 3'ün üstü 54'ə.
Bu tənliyin aldığımız bərabərliyin hər iki tərəfini 3'te 1 dərəcədən qüvvətə yüksəldək. Onda olacaq x bölək 3'ün üstü x vuraq 3'te 1. Burada da bərabərdir 3'ün üstü 54 vuraq 3'te 1. Buradan alırıq. Sol tərəfdə, tənliyin sol tərəfində. Bunu yazıram x bölək 3'ün üstündə. Qüvvət də x bölək 3'dür. Yazıram x bölək 3. X vuraq 3'te 1 yazdıq. X bölək 3. Bərabər oldu 3'ün üstü. Burada ixtisar olur 54 bölək 3 18 qalır. Deməli 3'ün üstü 18 aldıq. Buradan çıxır ki x bölək 3'ün üstü x bölək 3 bərabərdir. 18'i yazıram 3'ün üstü 2 vuraq 9. Və buradan çıxır ki 3'ün kvadratı, bunu yazıram 9, x bölək 3'ün üstü x bölək 3 bərabərdir. Bu ifadə verir 9. 9 üstü 9. Və simmetrikliyə görə x bölək 3, x bölək 3, 9 üstü 9 olduğundan x bölək 3 bərabərdir 9 alırıq. Buradan da alırıq ki x bərabərdir 3 vuraq 9. Cavab x bərabərdir 27'ye. Beləliklə tələb olunan tənliyin kökü 27'ye bərabərdir. Məsələ 5 tənliyi həll edin. 7 üstü x vuraq 4 üstü 1 bölək x bərabərdir 28'e. Üstülü tənlikdir, yazıram tənliyin özünü yazırıq 7 üstü x vurulsun 4 üstü 1 bölək x bərabərdir 28'e. Və bu ekvivalentdir. Sağ tərəf 7 vuraq 4'dür. Onda olur 7 üstü x vuraq 4 üstü 1 bölək x bərabərdir 7 vuraq 4'e. Hər iki tərəfi 7 vuraq 4'e bölək bu ifadəyə. Və 7 əsasla 7'ni bir qruplaşdıraq olacaq 7 üstü x bölək 7, 4'ün üstü 1 bölək x bölünsün 4. Sağ tərəf özünə böldüyündən vahidə bərabərdir. Və buradan alıram ki, birinci ifadəm bunu yazıram. 7'nin üstü x çıxaq 1, dərəcə 1'dir 7'də. Bu birisini isə yazıram. 4'ün üstü 1 bölək x çıxaq 1, bərabərdir 1. Buradan alırıq. Olacaq 7 üstü x çıxaq 1, vuraq. Ortaq mərcə gətirdə olur 4'ün üstündə 1 çıxaq x bölək x bərabərdir 1. Sadəlik üçün burada x minus 1'dir. Burada 1 çıxaq x'dir. Mən bunu belə yazıram. 7'nin üstü x çıxaq 1. Vuraq 4'ün üstünü də yazıram. X çıxaq 1. Mənfini məxrəcə ötürəndə olur. Bölünsün mənfi x. Bərabərdir vahidə. Buradan alırıq ki, hər ikisində x minus 1-ci dərəcədən qüvvət olduğundan bunu yaza bilərəm. 7 vuraq 4'ün üstü. Mənfi 1 bölək x üstündə x çıxaq 1. Belə yaza bilərik. Bərabərdir vahidə. Sağ tərəf üstülü ifadədir. Vahidə bərabərdir. Buradan 2 hal alına bilər. Birinci hal. X çıxaq 1 bərabərdir 0 ola bilər. Və yaxud əsas vahidə bərabər olar. İkinci hal olacaq 7 vuraq 4 üstü. Mənfi 1 bölək x bərabərdir vahidə. Buradan da aldıq ki, x1 bərabərdir vahidə. Buradan aldıq 4'ün üstü mənfi 1 bölək x bərabərdir 7'də 1'ə. Buradan da aldıq ki 4'ün x1 bərabərdir 1 qaldı. Buradan aldıq 4'ün üstü 1 bölək x bərabərdir 7 oldu. Buradan da alırıq ki loqaritmiyirəm 4 əsasdan 1 bölək x bərabərdir loqaritma 4 əsasdan 7. X də bərabərdir 1 bölək loqaritma 4 əsasdan 7. Orada yaza bilərik loqaritma 7 əsasdan 4. Beləliklə tənliyin 2 kökü oldu. X1 bərabərdir 1, x2 bərabərdir loqaritma 7 əsasdan 4'ə. Tənliyin 2 kökü var. Məsələ 6. Tənliyi həll edin. X kvadrat üstə gəl 4x vuraq kosinus y üstə gəl 4 bərabərdir 0. Deməli tənliyi olduğu kimi yazırıq. Üstə gəl 4x vuraq kosinus y üstə gəl 4 bərabərdir 0'a. Bu x-ə görə çevrilmiş kvadrat tənlikdir. Onda buradan alıram ki
x1, 2 bərabərdir. Əmsal cüt olduğundan olacaq 2 mənfi 2 kosinus y üstə gəl çıx kök altında 4 kosinus kvadrat y çıxaq 4 alırıq. Və burada bu həqiqi kök olması üçün kök altı ifadə, bu ifadə 0 olmalı. Çünki kosinus y-in birdən kiçik olanda mənfi verir. Buna görə də yazırıq ki, diskriminant d bərabərdir 4 kosinus kvadrat y çıxaq 4 bərabərdir 0 olmalıdır. Birdən kiçik olsa bu mənfi ədəd verər. Və buradan tapırıq ki, kosinus kvadrat y bərabərdir 1 tapılır və tapırıq ki, kosinus y bir dəfə bərabərdir mənfi 1-ə, kosinus y bir dəfə bərabərdir müsbət 1-ə. Və bunu tənlikdə nəzərə alsaq, olacaq x kvadrat, birinci halı nəzərə alsaq, olacaq mənfi 4x, üstə gəl 4 bərabərdir 0-a. Buradan da çıxır ki, bu x çıxaq 2-nin kvadratı olduğundan bərabərdir 0, x1 bərabərdir 2-yə. Və ikincidə yazsaq, x kvadratı müsbət 1-i yazsaq, olacaq 4x, üstə gəl 4 bərabərdir 0. Buradan da alırıq ki, bu sol tərəf x üstə gəl 2-nin kvadratı bərabərdir 0 olur. Aldıq ki, x2 bərabərdir mənfi 2 alırıq. Və bu şərtləri nəzərə alsaq, verilən tənlikdə burada olacaq kosinus y bərabərdir mənfi 1-də, kosinus y bərabərdir mənfi 1 olanda, y1 bərabər olacaq, mənfi 1 alır, pi üstə gəl 2 pi k, k daxildir z tam ədədlər çoxluğuna, kosinus y bərabərdir müsbət 1 olanda, y2 bərabər oldu, 2 pi n daxildir z tam ədədlər çoxluğuna. Beləliklə, yekun cavab x1, 2, 2 cüt kök aldıq, y1 bərabər oldu, pi üstə gəl 2 pi k-ya, ikinci cüt kök olacaq, mənfi 2x, mənfi 2, 2 pi n. Beləliklə, verilən iki məhsullu tənliyin 2 cüt kökü var. 2 pi üstə gəl 2 pi k, mənfi 2, bir də 2 pi n. Məsələ 7 hesablayın. 5 superfaktorial bölək 4 subfaktorial. 5 superfaktorial 1-dən 5-ə qədər natural ədədlərin faktorialları hasilidir. Bunu açsaq 8, 9, 48 hesablasaq ondan ibarət hasil alınır. Subfaktorial nədir? Subfaktorial n elementli çoxluğun elə permütasiyaları sayını göstərir ki, heç bir element öz əvvəlki yerində qalmasın və aşağıdakı düsturla hesablanır. Yəni, n subfaktorial adlanır. Bu bərabərdir. N faktorial bildiyimiz faktorialla bu cürə əlaqəli düsturdur. K sıfırdan n-ə qədər mənfi 1-in üstü k bölək k faktorial. Onda 4 subfaktorial bərabər olacaq 4 faktorial. 1 çıxaq 1 bölək 1 faktorial. 1 bölək 2 faktorial çıxaq 1 bölək 3 faktorial, çıxaq 1 bölək 4 faktorial. Bu bərabər olacaq 4 faktorial. Bu 1 çıxaq 1, 0. 1 bölək 2 faktorial 2-də 1. Bu da çıxaq 6-da 1. Çıxaq 1 bölək, üstə gəl 1 bölək 4 faktorial. İçəri vuranda bu olacaq 4 faktorial vurulsun. Bu verəcək 6-da 2, 3-də 1. 4 faktorial da 1 bölü 4 faktorial vuranda elədi 1. Bərabərdir. 4 faktorial vurulsun 3-də 1. Burada qalacaq 2, 3, 4. 3-də 1, üstə gəl 1. 3 ilə 3 ixtisar oldu. 8 üstə gəl 1 bərabərdir 9-a. Və gətirib yerinə yazırıq. 5 superfaktorial bölünsün 4 subfaktorial bərabərdir. 8, 9,
48 vuraq 10 bölünsün 9. 9'lar ixtisar oldu. 8, 48, 10. Bu da bərabərdir. 8 dəfə 8, 64. 364. 64, 32, 6, 38, 3840. Beləliklə, verilən ifadənin qiyməti 3840-a bərabərdir. Məsələ 8. 3 faktorialın subfaktorialı ifadənin qiymətini tapın. Deməli, bizdə məsələ həm faktorialla subfaktorial arasında əlaqədir. Demişik ki, n subfaktorial bərabərdir n faktorial vuraq 1 çıxaq 1 bölək 1 faktorial üstə gəl 1 bölək 2 faktorial çıxaq 1 bölək 3 faktorial üstə gəl 1 bölək 4 faktorial və plus və s. mənfi 1'in üstü n bölək n faktorial kimi ifadə olunur. Onda verilən bizim məsələmiz 3 faktorialın subfaktorialı bərabərdir. 3 faktorial bizə verəcək, bu bərabərdir. 2 vuraq 3, 6. Deməli, 6'nın subfaktorialını hesaplamalıyıq. 6'nın subfaktorialı bərabərdir. Bu düsturdan istifadə edirik. 6 faktorial 1 çıxaq 1 oldu burada. Üstə gəl 2'də 1. Çıxaq 6'da 1. 6'da 1. Üstə gəl 1 bölək 4 faktorial. Üstə gəl 1 bölək 5 faktorial. 1 bölək 6 faktorial. Bu da bərabərdir. 6 faktorial 1, 1 verdi 0. 2'də 1 çıxaq 6'da 1. Bu verdi 3'də 1. 3'də 1. Bunları saxlayıram. 1 bölək 4 faktorial. 1 bölək 5 faktorial burada çıxaqlandı. Təklərdə çıxaq olur. 1 çıxaq 5 faktorial. 1 bölək 5 faktorial. Üstə gəl 1 bölək 6 faktorial. Bərabərdir. 6 faktorial 3'ə vuranda bu elə bunu yazıram. 6 vuraq 5 faktorial. 3'də 1. 1 bölək 4 faktorial. 1 bölək 5 faktorial. Üstə gəl 1 bölək 6 faktorial. Bərabərdir. Bu ixtisar oldu. 6 ilə 3, 2. 240 elədi buranda. Burada 4 faktorial bu 30 elədi. İxtisar oldu. 4, 5 vuraq 6. Çıxaq 5 faktorial ixtisar oldu. Çıxaq 6. Və üstə gəl 1. Bu da bərabərdir. 265 alırıq. Beləliklə, tələb olunan ifadənin qiyməti 265'ə bərabər. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə.